Hər şey qadın üstünə atmaq, qadın belə olmalıdır, qadın bu olmalıdır, qadın o elə eləməlidir, sən güclü olmalısan, sən özünə baxan olmalısan, sən zəif olmalı deyilsən, sən yaxşı ana olmalısan, sən beləsən, arıq olmalısan, sən belə olmalısan. Demək istəyirəm ki, hər şey, biz qadınlar, ən əsasda bu Azərbaycan qadınlar o qədər çılğınıq. Bir də görürsən ki, bu stəkanı 2 dəqiqənin içində əsəbləşib qırırıq, sonra deyir, ay niyə qırmışıq bunu? Ev servisin sayı azaldı. Soyuyor, oja başlayırıq deyir, ya bunu niyə elədi? Çünki o bizim qanımızdadır. O ehtirasdıq, o çılğınlıq, o deyirlər, italyanski belə qızlar, belə danışanlar. Ona görə ki, bizim hansısa bir belə bir şeylərimizi keçmək lazımdır. Tutalım, məsələn, gördünüz ki, hansısa bir qadın belə bir şey eləyir də, məsələn, deyirsən ki, hə, nичего da qadındır, məsələn, şeydir. İndi düzdür, çox çətinləşib. Yəni mən özüm görürəm də bu bütün günü çöldəyəm deyə. Əvvəllər qadınlara qarşı tamam başqa cür idilər. Biraz daha çox əsirlər. İndi elə bilirsən necədir? Ən əsasda yolda, məsələn, hansısa şey belə rahatçılıqla qışqırırlar üstüvə, rahatçılıqla belə şey eləyirlər, belə danışırlar, amma əvvəllər elə şey yox idi da. Mədəni səviyyə aşağı düşüb sizdə. Demək istəyirəm ki, bəlkə biz ona görə belə güclü olmuşuq. Bəlkə biz ona görə belə özümüzə şeylər bağlamışıq ki, heç kim bizə yaxın getməsin, heç kim bizə şey olmasın. Ola bilər. Elə bir sevgi azalıb. Qadının üstündə əsmək azalıb, bilmirəm, onu demək istəyirəm sizə. Çalışın bizə qarşı biraz daha nerjli olun, biraz daha da duyğusal olun, bizi başa düşün, bizi anlayın. Yəni nə bilim, qadın olmaq Azərbaycanda özü də tək ki, məsələn, uşaqla da boşanmış çox çətindir. Onu hamı bilir və hamı əziyyət çəkir. O düz indi o qədər də şey eləmirlər, amma əvvəllər mən təzə boşanan vaxtı çox çətin idi. İndi biraz daha da şey olub. Boşanmaların sayı artdıqca artıq qəbul olunub. Hər şey yaxşı olacaq. Bu dəqiqə valla psixoloqlar o qədər çoxalıb ki, kiməsə girirsən 2 dəqiqənin içində Instagramda nəyisə baxırsan deyirsən, "Ha, vəsə keçdi."